Tarix 31 may 2025-i göstərir və biz yenə Gürcüstandayıq. Dünən sizlərə məşq prosesini çəkib təqdim etdim. Bugün isə həm məşq, həm kvalifikasiya mərhələsini sizlərə təqdim edəcəm. Salam bir daha. Təkərlərimizi dəyişdik, benzinimizi almışıq. İnşallah gedirik direktə texkomissiya və qeydiyyatdan keçməyə. İnşallah ondan sonra məşqlərimiz başlayacaq. Həm tək, həm tandem məşqlər olacaq. Allah məşqlər qutarandan sonra da kvalifikasiya olacaq. İnşallah ki, kvalifikasiyada hamımız keçəcəyik. İnşallah. Mənim uçnik, bura gəlib. Çox, bura gəlib tizim. Deməli, brifinqə çağırıblar və pilotlarımız brifinqə yollanır. Abi, iyi misin? Nasılsın? Görgü Kodanın maşını 3.2 Mercedes motoru 104. Bəli, artıq pilotlarımız sonuncu məşq proseduruna hazırlaşır. Son hazırlıqlar gedir. Və bəli, artıq pilotlarımızın hamısı startdadır. Son məşqlərini edib yollanacaqlar inşallah seçmə mərhələsinə. Burada Pərviz Əzizov, Xəyal Ağzəbəyli hamısı tam hazırdır. İnşallah yaxşı bir nəticə əldə edərlər. İki maşınımızda problem yaranmışdı. Həll elədik. Çox şükür ki, yerindəcə həll oluna biləcək bir problem idi. Həll elədik və maşınları yenidən göndərdik məşqə. Məsələn, sən 150 ilə Əgər bunun bir gün ömrü olur, xəyal sağ olsun, bir gün də qoymayıb yaşasın. Kvalifikasiya mərhələsi tamamlandı. İstəyirəm mərhələ haqqında olan fikirlərin pilotlarımız bizimlə bölüşsün. Necədir vəziyyət? Kvalifikasiya mərhələsinin Necə ola bilər? haqqında biraz Sürətli danışın. tras, bu qədər idmansın içində, 4 dənə Azərbaycanlı pilot, hamımız da kvalifikasiyanı keçmişik. Maşallah. Sabah inşallah tandem driftlərdə davam edəcək. Bundan gözəl nə ola bilər? Əla. Maşında nəysə hər hansısa bir problem var ya yox. Təkər. Mənim maşında benzinasız işləmir. Üstünə buz qoyub sürmüşəm. İndi Bakıdan amin gəlir, görək benzinasız gətirmək. Xəyal 10 mən təkər sürüb, qutarıb, indi səhər 10 mən zakaz edib. Pərviz fikirləşir. C10 təkərləri qutarıb, səhər təkər alıb. Yaxşıdır hər şey. Əla. İstəyirəm sizə vəziyyəti də göstərim. Yəni belə. 2 qrup sürücüdən də dincəlir. 2 qrupa məlli. 2 qrupa təzə təkərə var. Yox. Əla. Yaxşı olacaq. Əsas orada nəticə var. Şükür. Sabah tamam fərqli şeylər gözləyirik Allahın izni ilə. Hər birinizi Gürcüstan Ruslar şəhərindən yenidən salamlayıram. Keçən videoda
Gördüyünüz kimi artıq bizim 4 pilotumuzun 4'ü də, hansı ki bunlar Fərid, Xəyal, Pərviz və Ceyhun Süleymanovdur. 4'ü də kvalifikasiyanı keçib, hətta sürüşləri başlayıb, məşq sürüşləri. Xəyal və Pərviz tandem ikili sürüşlərin məşqini eləyir. Mən də sizlərə bugün yarış gününü və məşq prosesini təqdim eləyəcəm. Fərdi maşında problem var. Məşq yarışlarını sürə bilmir. Məşqlərini sürə bilmir. Kvalifikasiya ərəfəsində düzəltmişlər problemi. Ancaq yenidən problem davam edir. Kimi problemlərimiz davam edir. Maşının baltasını şübhəyalda heç bir problem yoxdur. Pərvizdə də həmçinin. Məşqlər olub. Təkərlərimizin vəziyyəti. Fərdi maşınının problemini həll etməyə çalışırlar hələ də. Düzəlməyib. Sonunda məşqlər bitdi. İndi yarışa keçid etməmişdən öncə düzülüş olur. Avtomobillər təqdim olunur burada. Bütün güclü pilotların və Azərbaycanlı pilotların avtomobillərin sizlərə təqdim eləyəcəm. Bizə əsas drift maşınları maraqlıdır. Zutanın maşınıdır. Dünən qəza eləmişdi. Dünən gəldi, buradakı betona çırpıldı. Şak 5 kompresor. Yeva Ivanova 15 yaşı var. İsrailli bir qızdır. İrakli Şalikaşvili. Georgi Kodanın maşınıdır. Bu Georgi Masaşvili'nin maşınıdır. GT86. Omiko'nun maşını. Birinci seriya. Bu Mate Nutri'nin maşınıdır. 190 5 motor olmalıdır, səhv eləmirəmsə. GT86 Grigalaşvili'nin maşını. Bu bizim artıq öz maşınlarımıza çatdıq. Pərviz Əzizovun maşınıdır. 2 CZ mühərriklə 900 at gücüdür. Xəyal 540 avtomobili. Motor 5.5 atmosferik mühərrikdir. Fəridin maşını 5.5 kompresor motorlandır. Birinci ən güclü maşınımız Pərviz Əzizovundur. İkinci ən güclü maşınımız isə bugünkü şərtlərdə Fərid Quliyevindir. İrakli Pipiyanın maşınıdır, hansı ki bizə qarajın verən gürcü pilot. Bu da Ceyhun Süleymanovun avtomobilidir, 5 motorla təchiz olunub. Birazdan yarış başlayacaq. Pilotlarımız burada söhbətləşirlər. Biz də pilotlarımızdan müəyyən bizə maraqlı olan suallarımızı soruşaq, cavablarını alaq. Salam aleyküm. Aleyküm salam. Yarış haqqında təəssüratlarınız, düşüncələriniz. Klipini çək. Yaxınlaşdı. Görsən, indi şeylə buranı yaxınlaşdı ki, oradan bura gəlmə. Biz onun dərdini bu dəqiqə çəkirik. Yəni başqa sonra da buranı da çək, oranı da çək, orada getməliyik. 300 dənə atla görək nə qayırır onu. Uğur aramıza. Buyur Yarış Fərid. haqqında təəssüratlar yaxşıdır. 4 pilot iştirak edirik, kvalifikasiyanı keçmişik. İndi də rəqiblərimiz bəllidir. Kimisinə daha çox at güclü maşınlar düşüb, kimisinə biraz zəif düşüb. İnşallah qələbə. İnşallah. Tamam müəllim, rəqibimiz yenə Şak. Keçərki kimi yenə rəqibim şahdır. Yəqin ki, inşallah bu dəfə də şah qalır. 1-1-dir, hələ ki. 1-1-dir. Hesabları 1-1-dir. Hələ ki, hesab 1-1-dir, atalar 3-dəndir. Bu 3-cüdür. İnşallah ki, şak qalır. İnşallah. Uğurlar. Pərviz Əzizov, buyur. Necədir vəziyyət? Rəqibin kimdir? İrakli. İrakli Şalikaşvili. Şalikaşvili. Təzə maşınla. Təzə maşınla. Özü 30 quzayla. Bu Ceyhun Süleymanovun rəqibi Grigalaşvilidir. Hansı ki, Georgian Drift seriyasının birinci mərhələsində birincilik uğrunda mübarizə aparırdılar. Qalib Grigalaşvili olmuşdu müəyyən səbəblərə görə. Ceyhun Süleymanovun maşında qaz trosu sındı və buna görə
yarışmadan 0 xalla ayrıldı. Çox təəssüflər olsun. Bu Pərviz Əzizovun rəqibidir. İrakli Şalikəşvili. Bu isə Xəyal Ağcabəylinin rəqibidir. Artıq 3-cü sürüşləridir. Bu Georgi Masaşvilinin maşınıdır. Digər pilotlarımız top 16-da məğlub olsalar da Fərid Quliyev çox çətinliklə də olsa top 16-nı keçdi. Top 8-dədir artıq. Bu ferimiz. Təbrik edirik. Son olaraq istəyirəm pilotlarımızdan da yarış haqqında müsahibə alın və videonu sonlandıraq. Ceyhun Süleymanov buradadır. Salamlayırıq bir daha. Yarışda uduzma səbəbi nə üçün? Mənim deməli top 16-da keçən dəfəki etapda şeydə görüşdüyüm, finalda görüşdüyüm Georgi Grevashvili çox Gürcistan top pilotudur, keçən etapın qalibidir. Ondan elə oldu ki, ilkin mərhələdə qarşılaşdıq. Daha drift elə bir şeydir ki, heç vaxt stabillik yoxdur da, sürprizlər çox olur. Keçən dəfə biz son mərhələdə görüşdük, finalda. İndi ilk mərhələdə görüşdük. 16-da bizdə. Və mən etiraf eləməliyim. Həm pilot kimi o məndən güclü pilotdur. Məndən təcrübəlidir. Ola bilər, bəli. Həm də onun idarə etdiyi avtomobil də hər cəhətdən mənim avtomobilimdən üstündir. Mənim avtomobilimin gözünün qabağındadır. A46-dır, 5 motor Mercedes-dir, 300 at gücüdür. Amma o avtomobili ciddi 86 gözəl platforma, Weissfab, askı, qeydiyyatması çox şey var. 650 at gücü və s. O dəxli yoxdur driftdə, yəni əsas motor deyil. O hamısı pilota kömək edən aqreqatlardır, amma əsas pilot kimi də o mən hesab edirəm ki, güclüdür. Ola bilər, normaldır. 3-cü dəfədir görüşürük və hesabımız 3-0-dan o xeyirdir. Yəni 3 il bundan qabaq imенно bu trasda ilkin mərhələdə görüşmüşdük. Bir ay yarım bundan qabaq birinci etapda 25-ci finalda görüşmüşdük. Və indi iki mərhələdə görüşdük və mən ona məğlub oldum. Burada heç sürpriz də yoxdur. Aramızda da sən çox olursan, söhbət elə düzdür. Şərait onlarda yüksək səviyyədədir. Həm ehtiyat hissələrə baxımdan, həm şərait hər an gəlib burada məşq edə bilirlər. Başqa trekdə var, eləyə bilirlər. Yəni bunlar bir ay bundan qabaq gəlib burada pulunu ödəyib eləyə bilirlər. Bizim o imkanımız yoxdur. Bizim trektimiz yox, yol gəlirik, hərənin işi gücü var. Bir gün qabaq gəlirik, sonra kvalifikasiya. Amma o demək deyil ki, yəni biz buna deyərik, məğlubiyyətimizin səbəbi bu. Yox, çinmə boğulma məsələsidir. Yəni bizim şəraitimiz buna əl verir, imkanımız buna əl verir. Yəni bir ay burada oturub məşq eləməyə imkanımız yoxdur. Nə var odur? Ən azından biz təşəbbüs göstəririk, ən azından çaba göstəririk. Çalışırıq ki, biz ölkəmizin adını təmsil edək gözəl şəkildə. Hələ ki, nailiyyətlərimiz bura qədər. İnşallah gələcək yarışdır. Amma yəni Allah şahiddir, siz şahidsiniz ki biz oradan öz adımıza görə yox, çalışırıq ölkəmizin adını irəlilərə aparaq. Yaxşı olar inşallah. Gələn yarışlarda uğurlar arzu edirəm. Sağ ol, sən də köməyə görə təşəkkür edirəm. Buyur, çox sağ ol. Və bəli, Ceyhun Süleymanovdan müsahibə aldıq. Yarış haqqında fikirlərim bizimlə bölüşdü. İndi isə istəyirəm yaxınlaşım Xəyal Ağcabəyliyə. Salam Xəyal. Salam, necəsən? Sağ ol, sən necəsən? Yarış haqqında bir məlumat. Niyə uduzduq? Nə oldu? Yarış çox gözəl keçdi, amma çətin yarış. Özüm də gördüm ki, tras böyük trasdır, çox sürətli trasdır. Evet. Mənim rəqibimin də maşını güclü maşındır. O maşında 760 məndə də ki, onun yarısı 350. Amma yəqin ki, biraz çox məşq eləsəydik, sürsəydik, təbii ki, hər halda qalib gəlmək olardı. Ceyhun Süleymanov bayaq qeyd elədi ki, bir ay öncədən bunlar məşq eləyir. Əlbəttə ki, onlar çox problem deyil. Onlar belə trası biləndə öncə başlayırlar məşq eləməyə. Onlar da trası təxminən bir ay əvvəlcədən bilirlər. Gündə də gəlib sürür. Oldu, təşəkkürlər. Sağ ol. Sağ ol. Xəyal Ağcabəylidən yetərincə müsahibə aldıq. İndi isə keçid edirik Pərviz Əzizova.
Salam aleykum. Aleyküm assalam. Yarış haqqında təəssüratlarınız Şey yaxşı idi. Biraz çətinliklərimiz var idi. Şükür Allah, yəni aradan qaldırdıq, amma yəni yenə də bizdə çatışmayan yəni məşq, yəni bizim yerimiz olmamağı bizə böyük minusdur. Gəlib burada da bir gün, 2 gün məşq eləməklə yəni iş olur. Görə inşallah yaxşı olar. İnşallah. Uğurlar. Sağ ol. Sağ ol. Amin Səfiquliyev. Bizim gənc pilotumuz. Salam. Salam. Nətərsiz? Turbanı nə yavbanda gəzdirsən? Şturvalı qoy yerinə. Yəni Bizə nə deyə bilərsən? görürdük ki, buradan bir dənə Pasimovkanı görürdük. İnşallah yaxşı olacaq gələcək. İnşallah. Gələn səfər Pro 2 var. İnşallah çatdıracağam ona maşını. inşallah. İnşallah. Uğurlar. Çox sağ ol. Nailiyyətdə, kamera nailiyyətdə gözləyirik səndən. inşallah. Yarı stresli, yarı əyləncəli deyək. Günlərimiz belə gəldi, keçdi. İstəyirəm videonu sonlandırım. Hər birinizə izlədiyiniz üçün təşəkkürlərimi bildirmək istəyirəm. Əgər dəstək olmaq istəyirsinizsə, videonu bəyənib, kanalımıza abunə olmağı, videonu paylaşmağı unutmayın. Sağ olun, salamat qalın. Gələn videolara, gələn yarışlara dək. Salamat qalın.